Əziz izləyicilərim, salam, xoş gördük sizi. Bugün biz mütəki şirniyyatı bişiririk. Bu şirniyyat üçün əvvəlcə yarım kilo una, bir paşka vanil qarışdırırıq. Sonra biz onu tyorkadan sonra 200 gram yağı tyorkadan keçiririk. Bir stəkanda şəkər tozu tökürük. Biz indi bunu umac eləyirik. Bu cürlə xamırı alınır. Biz bunu 30 dəqiqə gözlədirik. Onun üçün isliyini hazırlayırıq. Mən içli hazırlayıram. Onun üçün qoz ləpəsi ilə şəkər tozunu qarışdırıb, yumurtanın ağı ilə şəkər tozunu qarışdırıb, onları yumurtanın ağı ilə qarışdırılan bir yerdə.